Salam uşaqlar, fizikadan ikinci hissə situasiya suallarına baxırıq. Situasiya nömrə 16. Deyir, elektrik tutumu mövzusunu izah edərkən müəllim elektrik tutumu 40 pikofarad olan yüklənmiş müstəvi hava kondensatorunun lövhələrinə elektrometri birləşdirdi. Lövhələr arasında gərginlik 15 voltdur. Lövhələr arasında məsafəni 2 dəfə azaldanda elektrometrin göstərişi necə dəyişir? Deyir, elektrometrin göstərişi necə dəyişdi? Elə birinci sualda bunu soruşur. Uyğun düsturları yazmaqla. Elektrometrin göstərişi nədir? Biz bilirik ki, potensiallar fərqini ölçür elektrometr. Yəni U-nu tapmalıyıq, gərginliyi. U bərabərdir. Yəni U necə dəyişdi? Belə deyək. Biz görürük ki, burada məsafəni 2 dəfə azaldıbdır. U nəyə bərabərdir? U bərabərdir Q bölünsün S-dir. Q bölünsün S-nin də yerinə epsilon 0S bölünsün D yazsam. Məsafəni 2 dəfə azaltsaq, U da, yəni potensiallar fərqi də, gərginlik də məsafə ilə düz asıdır, yəni gərginlik də 2 dəfə azalar. Elektrometrin göstərişi necə dəyişir? Elektrometrin göstərişi 2 dəfə azalar. Bax, bu düsturu yazıb göstərə bilərsiniz. Bu 46 idi, bu da 47-dir. Deməli, 47-də deyir ki, kondensatorun elektrik yükünü hesablayın. Q nəyə bərabərdir? SU-ya. S-ni də verib, tutum 40 pikofarad, yəni 10⁻12. Gərginlik də 15 voltdur. Bunu da buna vuranda eləyər 60, 600 vurulsun 10⁻12. 10⁻12 və yaxud da 6 vurulsun 10⁻12. Nanoklonla göstərmək olsa, -12 10'u. 10⁻9 göstərmək üçün bunu olsun 0,6 vurulsun 10⁻9 klon. Bu da nano yazsaq 0,6 nano klon. 48-də isə kondensatorun lövhələri arasında məsafəni azaldanda əvvəl onun elektrik sahəsi enerjisi əvvəlkini hesablayın. Deməli, bu nəyə bərabərdir? Məsafəni azaltdıqdan əvvəl, azaltmamışdan əvvəl. SU kvadratı bölünsün 2 yazsaq. S nədir? Elə 40 vurulsun 10⁻12-dir. U da 15-dirsə, 15 vurulsun 15 yazıram. Kvadratı bölünsün 2. Nə eləyər? Bu eləyər 20. 225 vurulsun 20. 450 vurulsun 10⁻11 eləyər. Bu 0-dan bunu 1 elədim. 225-də 2-yə vuran 450 elədi. Bunu da yenə nanodan göstərə bilərik. 4,5 vurulsun 10⁻9 joule. Bu da olsun 4,5 nano joule. Bax, bu cür taparıq.